Qələbə bilirsiniz də, çempionatın sonuna doğru daha hər şey gərgin keçir. Üstəgəl futbolçuların yorğunluq fonu, psixoloji fonu, həm də bu gün çempiona qarşı oynayırdılar. Başqa bir motivasiya var idi. Şükürlər olsun ki, qələbə qazandı. Bu mövsüm həm Qarabağı 2 dəfə məğlub eləmisiniz, həm də Sabahı da çempionatdan sonra da olsa məğlub etməyi bacardınız. Komandanın performansı necə dəyərləndirirsiniz mövsüm bu hissəsinə kimi? Doğrudan da çox maraqlıdır ki, turnir cədvəlində yuxarıda qərarlaşan komandalara qarşı tam başqa bir motivasiya olunur. Bunun məncə psixoloji tərəfi var və mənə elə gəlir ki, futbolçular daha detallı iş eləmişlər onda. Yəni bu həftə çalışanda belə, hətta Qarabağa qarşı çalışanda, yəni düşüncələr ondan ibarətdir ki, belə böyük hesablı məğlubiyyət olmasın, belə xaos olmasın komandada. Amma görsənən oldu ki, doğrudan da həm diqqətlə bu həftəyi keçirirlər. Düşünürsünüz ki, yəni mövsümün əvvəlində daha tez gəlsəydiniz komandaya, komanda olduğu yerlərdən daha yüksək mövqedə gəlirləşə bilərdi? Yox, o barədə fikirləşmirəm. Hər bir günümüzdə, hər bir işdə xeyir var. Belə desək doğru olmaz. Şükürlər olsun ki, bugün buradayam və komandanın xallarında öz payını vermişəm.